İngilislər neft sənayesini də nəzarətləri altına keçirməyə çalışırdılar. Onlar Bakıdan 9 ayda 113,5 milyon manatlıq neft çıxarmışdılar. Onlar istədiklərini aldıqdan sonra geri qalan heç bir şeyin önəmi yox idi. İngilis ordusunun gedişindən sonra haray şairi Əhməd Cavad qələmi ilə bax o İngilis şeirini yazdı. İngilis, Bakıya gəlmişsiz salam verməyə, Beyxan sarayını tutan İngilis. Gedərkən Kəbəyə hacı karvanını tutan İngilis. Damağında Çanaqqala ağısı, sənmisən Türk ellərinin yağısı, İslam dünyasını ölüm çalğısı, ölüm niyyəti ilə yaxan İngilis. Sarı Hindistanın cansız qolunu, gəldin bağlamağa Turan yolunu, aldadıb hər yerdə tanrı qulunu, insanları ucuz satan İngilis. Bax yenə qarşımda köksümü açdım, Bakı dağlarına al bayraq sancdım. Sən meydan oxudun, gəldim, ulaşdım, mərd deyil meydandan qaçan İngilis. Sən bağla hər yolu, süngüm tez açar, 3 ayda gələnlər 3 gündə qaçar. Zənn etmə qurşunum havalı uçar, Türkdür bu qurşunu atan İngilis. Dininizi hər zaman diri tutun. Sizi ondan başqa qoruyacaq heç bir şeyiniz yoxdur. Kin doğru hədəfə yönləndirildiyində ən müqəddəs qoruyucu silahdır.